Əziz dostlar, hörmətli tədbir iştirakçıları, ikinci hissədə yenidən hər birinizi xoş gördük. Biz fasilədə sizdən gələn sualları dəyərləndirdik. Həqiqətən maraq göstərdiyiniz üçün təşəkkür edirəm. 50-dən artıq sual gəlmişdi. Bu auditoriyanın bu mövzuya marağını göstərir. Təəssüf ki, vaxtımızın məhdudluğunu nəzərə alaraq bunların hamısını burada səsləndirmək siz də təqdir edərsiniz ki, çox çətindir. Biz ona görə suallardan ümumiləşdirərək, bəzi bir-birinə bənzər sualları eyniləşdirərək qonaqlarımıza ünvanlayacağıq. Bu arada birazdan lövhədə başqa bir QR kod görəcəksiniz. Bu QR kod tədbiri dəyərləndirməyiniz üçündür. Sizdən xahiş edirik, 2 dəqiqənizi ayırıb həmin bugün burada danışdığımız mövzuları, tədbirimizi dəyərləndirməyiniz bizim üçün çox dəyərlidir. Gələcək tədbirlərimizdə, fəaliyyətlərimizdə bunları nəzərə almaq üçün buna çox əhəmiyyət veririk. O baxımdan 2 dəqiqənizi ayırıb buna da vaxt ayırsanız çox məmnun olarım. Eləsə biz başlayaq suallardan. Elvüsar müəllim, Müşfiq müəllim, sualları biz nəzərdən keçirdikdə hər ikinizin çıxışlarına uyğun olan sualları burada gördük. O baxımdan əsasən danışılan mühazirəçilərin mövzularına uyğun sualları mən böldüm. Bəzilərində təbii ki, sualların konkret olaraq ünvanlandığı mühazirəçilər bəlli olub. Yenə deyirəm, onu bir daha vurgulamaq istəyirəm ki, bütün sualları burada səsləndirmə imkanımız olmayacaq. Sadəcə ümumiləşdirilmiş suallar, bir-birinə təkrar olan sualları kənara qoyduk. İlk sualımız Elvüsar müəllim olacaq. Elvüsar müəllim, Rəvan Əlizadə soruşur. Bir insana İslamı öyrətmək istəsəydiniz, nədən başlardınız? Düzdür, bu sual kifayət qədər mücərrət sualdır. Bu nəyə bənzəyir? Filankəs həkim, siz bir adamı müalicə eləməyə başlasaydınız, hardan başlayardınız? Həkim də belə cavab verərdi ki, gələk mən xəstəni görürüm. Bir görüm onun harasında problem var. Bir insana da İslamı öyrətmək istəyiriksə, onunla əvvəlcə çox yaxın olmalıyıq. Yeri gələrsə, onun dostuna çevrilməliyik. Onu yaxşıca öyrənməliyik və müəyyənləşdirməliyik ki, onun harasından başlamalıyıq. Ola bilər ki, o rasional şəxsiyyət tipidir. Yəni, uşaqlığından elə tərbiyə alıb ki, hər şeyi ağlın prizmasından qiymətləndirir. Əlbəttə ki, mən ona Allahdan, Peyğəmbərdən, İslamdan danışarkən daha çox məsələlərə rasional müstəvidən yanaşacağam. Yox, görsəm ki, bu mənəvi şəxsiyyət tipinin təmsilçisidir. Ailədə ona dürüst olmağı, fədakar olmağı, şəfqətli olmağı öyrədiblər. Onun üçün həyatda əsas olan şəfqətdir, yəni duyğulardır, mənəviyyatdır, ruhdur. Əlbəttə ki, mən ona Allahın yaxud İslamın, yaxud Quran-ı Kərimin ruhla bağlı, şəfqətlə bağlı, mənəviyyatla bağlı tezislərini onun diqqətinə çatdırardım. Yox, görsəydim ki, həm o rasional bir tipdir, həm mənəvi bir tipdir, amma o ciddi şəkildə, məsələn, Allah təsəvvürü pozğunluğu var orada. Yəni, o Allahı düzgün təsəvvür edə bilmir. Əlbəttə ki, onunla mən Allah haqqında danışardım. Yox, məlum olsaydı ki, onun Allah təsəvvürü kifayət qədər yerindədir, əlbəttə ki, mən ona Peyğəmbərdən danışardım və Peyğəmbərin vasitəsilə Allahın bizə çatdırdığı hökmlərdən danışardım. Bu insan hazır birisidir. Əsla və əsla bir insana qadağalarla yaxud hökmlərlə İslamın başlanğıcını öyrətməzdir. Yəni, biz hər şeydən əvvəl, xüsusən uşaqlarımıza Allahı sevməyi öyrətməliyik. O Allahı sevdikdən sonra onun hər dediyini eləyəcəkdir. Bununla yanaşı, məsələnin bir tərəfi də var. Peyğəmbərimiz də bu cür davranmışdır. Həzrət Ayşə deyir ki, Peyğəmbər, yəni Allah Məhəmmədi bizə Peyğəmbər göndərəndə bizim xalqımız içirdi və zina edirdi. Yəni, pozğunluq və əyyaşlıq geniş yayılmışdı. Peyğəmbər onlara içməyin və zina etməyin demədi.
əgər onlara içməyin və zina etməyin desəydi, heç şübhəsiz ki, onlar içəcəkdilər, zina da edəcəkdilər. Peyğəmbər onların Allah təsəvvürünü dəyişdirdi. Onlar da Allah təsəvvürü formalaşdıqdan sonra onlara Allahın sözünü çatdıran Peyğəmbərə tabi oldular. Belə. Peyğəmbərin ən nəslində də başqa bir metod var. Ondan İslam nədir deyə soruşan adamlara hər-birində müxtəlif cavablar verdiyi görürük. İhtiyacına görə siz baxarım dediniz, əvvəlcə xəstəliyin nədən ibarət olduğunu təsbit etmək lazımdır. Peyğəmbər də bu şəkildə yanaşar adətən. Elə insan olardı ki, ona İslam nədir deyərdi ki, get ata-anana yaxşılıq. Bəzisinin soruşanda ki, İslam nədir, deyərdi ki, sən sərə gedir. Bəzisinə başqa cavab verir. Yəni, insanların halına, əhvalına görə, əlbəttə ki, vurguladığımız tədricilik məsələsi də çox önəmlidir. Bəzən biz tərsdən başlayırıq. Həqiqəti başa salmaq istəyərkən, həqiqəti çatdırmaq istəyərkən, bəzən bir çox şeyi yıxam edirik. Qaçırıq. Yəni, bu baxımdan həqiqətə dediyimiz o tədricilik metodu da olduqca əhəmiyyətlidir. Növbəti sual Vüqar İsmaili tərəfindən ünvanlanıb, müşkülədirmi? Biz ağlımızla anlamalıyıq, yoxsa ruhumuzla dərk etməliyik? Mən özümü dərkdə anlayışlarımı belə qədər içəyə girmək tərəfdarı deyil. Ya da anlayışlara sahibi yanaşır. Amma bu ruh, ürək, ağıl, bunlar biraz bilməyən şey. Təsəvvürsüz var, biz canlı insanlar hələ də bilmirik hardan danışırıq. Hardasa bax burada. Bura deyil. Hardasa burada. Ayağımdan danışmıram. Əlimdə deyiləm. Yəni, istifadə edirəm. Bu isə mən istifadə edir. Və həqiqətə nədən başlamaq lazımdır? Ən məsuliyyətli yerindən. Bəzən, məsəl üçün, həqiqət Allah'a sevgi məsələsini önə çəkirlər. Quransa Allah qorusunu önə çəkir. Birinci qorxmalısın da, məsuliyyətsiz keçirsən ki, sən bu qabı dağıda bilərsən. Molla Nəsrəddinin İqbəndiqlıqları mənə son dərəcə adamdır, gəlir həmişə bir dəfə qızına su bardağı verir, deyir, getkinə çaydan su getir, bir dənə də şabalaq həmən olur. Cəmaat dükkanımızda deyir, bax sındırma ha. Deyir, bayra sındırmayıbdır, sən buna niyə vurursan ki, uşaq? Hiç sındırandan sonra vurmağın mənası necədir? Bu qab məsələsi və su daşımaq məsələsi bütün şərtdə önəmlidir. Çünki o qabı düzəltmək asan deyildi, o bahaya başa gəlirdi və onu da qoruyardım gerək. Kəndçilər məsələn bütün qabıları qoruyardılar. O qabı qorumaqla sənin ən dəyərli nəsnən varlığın sənin özünə yatıldı və sən görə özünü qoruyasan, özünü bir yana çıxarsan, həqiqətə getirib çatdırasan. Ona görə birinci o məsuliyyət. Bu məsuliyyət hara ilə dərk olunur? Ağılla mı, ürəklə mi? Birlikdə olsun. Birlikdə olsun. Amma təkcə ağıl deyəndə əqli manipulyasiyalar nəzərdə tutulur. Məsələn, 2 + 2 bərabərdir 4 olduğunu anlamaq. Bu təmiz zeka bunu anlayır. Burada ürək yoxdur. Ürək həmişə bir əxlaqi qiymət verir bu məsələyə. Ürək məsələlərini də elə seçir ki, ona əxlaqi qiymət verir. Amma orada ağıl olmur, yox, orada da ağıl olur. Sonra ürəklə bir yerdə olur. Mən ona idrak deyirəm. Ona görə özünü dərkdə nəyin varsa səfərbər edəcəksən və
ürəyin də yanında olacaq, ağlın da yanında olacaq, məsuliyyətin yanında olacaq. Çox məsuliyyətsiz ömür yaşayırıq, suallar veririk. Biz insanlarda bu şeylər var. Amma məsələn, ürəyin də yanında olur. Bəlkə danışırdım, Konfutsi şeiri öyrədirdi tələbələrdə ki, insanlar həmişə ürəklərini yanında olsunlar. Ağıllarını da bu cür işlətsinlər, ürəyin yanında. Belə. Şübhəli, mən sizə burada bir sual verirəm. Özümün sualıdır. Özümü saxlaya bilmədim. Yəni, çalışıram ki, özümü çox müdafiə edəməyim, amma suallar gəlir, bunu əfvinizə sığınaraq ünvanlamaq istəyirəm. Elə sualla da əlaqədir. Şübhəli, biz bilməklə inanmaq ayrı-ayrı şeylərdir. Bilgi ağlımızın gəldiyi nəticədir, inanmaq qəlbimizin gəldiyi nəticədir. Bax, bu istiqamətdə bəzən bilgini bu inanla qarşı-qarşıya qoyan təşəbbüslər olur, fikirlər olur. Bu barədə nə deyərdiniz? İnan bilgidən doğur, şübhəsiz, amma bilginin sərhədlərini aşır. Bir daha deyim, inan bilgidən doğur, bilginin sərhədlərini aşır. Bu təbii bir prosesdir. Sən əgər həqiqi bilgiyə çatmısansa, sənin inanın yaranacaq. Fenomenal olaraq. Sənin ona mənəvi münasibətin yaranacaq. Həqiqətə çatmısansa. Sən o həqiqəti təkrar danışmaqdan həzz alacaqsan. Məsələn, mənim kanalımı izləyənlər bilir ki, mən aşağı-yuxarı eyni şeylərdən danışıram, fərqli danışıram, amma eyni şeylərdən danışıram. Ora gəlib çatanda elə bir çiçəkmiş deyir. Başlayıram ondan çox-çox danışmağa. Sonra Platonda rast gəldim ki, deyir, böyüklər deyir, gözəl şeylərə çatarlar, sonra gözəl şeyləri təkrar istehsal edərlər. Bu təbii bir şeymiş də. Ona görə də həqiqətlə sənin aranda bir emosional bağ yaranır. Sən o həqiqətə inanırsan. Bu nəyə oxşuyur? Bir qıza aşiq olursan, bir şeylər bilirsən də bu qız haqqındakı qaşı belədir, gözü belədir, nə bilim, özünü belə yaxşı aparır falan. Sonra bildiklərin də səni cəlb edir, bilmədiklərin də cəlb edir. Bilmədiklərin əngəl olur. Heç bəlkə bilmirsən hansı rayondan, sevdiyiniz. İndi öyrənirlər elə şeylər, əvvəllər maraqlanırlar hansı rayondan. Amma sevirsən, o sevgi aşır, bilgini aşır və bu yaxşı şeydir. Bu yaxşı şeydir. Şübhə fəlsəfədə, məsələn, çox populyardır, Descartes'la populyar oldu. Hər şeyi şübhə altına almaq, bu şizofreniyaya gətirdi. Və ona görə bir çoxları deyir ki, filosof inana bilərmi? Məsələn, inancdan çıxışı. Yox, filosof şizofrenik olmalıdır, hər şeydən şübhələnməlidir. Yəni, bu qədər də yox. İnsan həmişə şübhələnməlidir deyəsi bir şey yoxdur. İnsan şübhələnməlidir həqiqətə çatana qədər. Həqiqətə çatandan sonra həqiqətə də şübhə edəcəksən. Var elə adamlar, o xəstəlikdir. O xəstəlik. Sən məsələn, anan yemək gətirir, qoyur sənin qabağına. Sən şübhə edəcəksən ki, bu boş qabı yaxşı yuyur, yoxsa yuyur. Elə adamlar var. Bu yeməyi yaxşı pişirir, yoxsa yaxşı pişirir. Onlara psixoloqa göndərmək lazımdır. O adamlar xəstədir. Bunlar fəlsəfəni də xəstəlik kimi anlayırlar. Ki, mən həmişə şübhələnəcəm həqiqətdən. Həqiqət bildiyimdən də şübhələnəcəm. Elə deyil. Həqiqəti axtarana qədər mən hər şeydən şübhə edirəm. Amma həqiqətə çatandan sonra həqiqətə şübhə edəmirsən. Bu qədər sadədir bu. Xəstə deyilsən ki, sən həqiqətə də şübhə edəsən. Ona görə də böyük həqiqətə çatmaq adamda inam yaradır. Bir də bir şey deyirlər ki, filosof həmişə həqiqəti axtarmalıdır, tapmamalıdır. Özünüz o günə qalasınız, axtarasınız, tapmayasınız. Elə şey mi olur ki, sənin həyatının mənasıdır ki, axtarasan və tapasan.
danışmır demək olar ki, filosoflar heç vaxt tapmalı deyirlər, elə həmişə axtarmalıdırlar. Yox əzizim, axtarmışıq da, tapmışıq da, şükür Allah. Növbəti sualımız Elşad müəllim, din fəlsəfəsinin də çətin mövzularından birinə həsr olunub. Buna fəlsəfədə teodisiya problemi deyilir. Əgər Tanrı varsa, niyə dünyada zülm var, şər var? Bu, İslam fəlsəfəsinin də, filosoflarının da üzərində çox dayandığı məsələlərdəndir. İbrahim adlı izləyicimiz burada da sualı o verib. Allah varsa, şər və zülm niyə var? Bəli, bu sual kifayət qədər aktual sualdır, amma o qədər problem yaradacaq sual deyil. Yetər ki, daşları düzgün yerine oturtturaq. Birincisi, Allah istəsəydi, zülm olmazdı. Deməli, əgər biz Allahın varlığını qəbul ediriksə, Allahın zülmə əngəl olma gücünü də qəbul edirik. Amma Allah buna qadir olduğu halda zülmü əngəlləməyib. Bunun cavabı ilahiyyatda bir dənə cümlə ilə verilir. Ona görə ki, Allah insanı həyatı imtihan üçün yaradır. Yəni, biz problemə imtihan dialektikası gözü ilə baxacağıq. Amma eyni zamanda heç də demək olmaz ki, dünya bütünlükdə şər yaxud zülümdür. Yox, elə bir şey yoxdur. Dünya antoloji olaraq, yəni mahiyyətcə şər deyil. Mahiyyətcə də zülüm deyil. Yaxşı, məsələnin digər tərəfdən yanaşır. Allah yoxdur. Yenə dünyada zülüm var, yenə şər var. Onda burada günahkar kimdir? Hər iki halda iradə sahib olan insandır. Yəni, Allah olanda da insandır, olmayanda da insandır. Sualı bəlkə bu cür qoyaq. Allah əgər insanı yaradırsa, onun zülm etməsinə niyə icazə verir? Cavabı bayaq verdik. Həyat imtihandan ibarətdir. Məsələ imtihan dialektikası gözündən baxacaq. Amma insan varlıq olaraq, mahiyyət olaraq şər deyil ki, ancaq şər işləsin. Kifayət qədər yaxşı iş görən insanlar var və kifayət qədər dünyada xeyir var. Dünyada mərhəmət var. Dünyada sevgi var. Bəli, bununla yanaşı zülm edən, sevməyən, öldürən, ancaq işi, peşəsi yamanlıq etmək istəyən insanlar var. Yəni, imtihan dialektikası ilə baxacaq. Allahın zülmə mane olması, Allahın öz tezisini inkar etməsi mənasına gələrdi. Allah bir tərəfdən imtihan üçün yaradır insanı, digər tərəfdən də kimisi öldürmək istəyən insanın əlindən tutur. Yəni, bir misal verəcəyəm. Müəllim imtihan keçirir. Müəllim görür ki, ən çox sevdiyi tələbəsi belə düzgün cavablandırır. Sizcə, bu məqamda, yəni imtihanda müəllimin imtihana müdaxilə edərək o səhvi düzəltməsi nə adlanırdı? Saxtakarlıq. İmtihan qaydalarına əks getmə. Bu qədər sadədir məsələ. Yəni, başqa bir məsələdən yanaşacağıq. Bəzən biz deyirik ki, filankər çox əziyyət çəkir. Afrikada uşaqlar acından ölürlər, qərbdə isə toxluqdur. Məsələyə çox situativ yanaşırıq. Əvvəla Afrikada uşaqların ac olmasının səbəbi Allah deyil. İnsanlıqdır. Tarix oxuyanlar bilirlər ki, Afrikanın bugün o vəziyyətə düşməsinin səbəbi insandır. Bu qitəni, bu qara qitəni yaxşı mənada deyirəm. Əsirlərlə istismar edirlər. Sərvətlərini
silib süpürüb talayıblar. Hələ bu gün də bəzi Afrika ölkələrində ən zəngin almaz yataqlarının işlədiciləri Avropalılardır. Sənin torpağında alma çıxır, Avropalı gəlib onu çıxarır, səni axşama qədər bir qısma çörək üçün işlədir. Sənindir bu. Mən necə burada durub deyə bilərəm ki, zülm var, Allah gözülür. Bayaq dedim ki, məsələlərə bəzən situativ yanaşırıq. Bir misal gətirəcəyəm. Yolla gəlirsiniz, görürsünüz ki, bir dənə dilənçi gülür, kef eləyir, yanında su var, içir, sevinir. Deyirsiniz, nə xoşbəxt insandır bu. Siz səhnənin arxa tərəfini görməmişsiniz. Məlum olur ki, yəni sonra səhnəni göstərirlər. Siz gəlməyə bir 5-10 dəqiqə qalmış, o dilənçiyə bir 10 manat pul verir. Məsələn, müşrik mənim oradan keçəndə bir 10 manat pul verir. Sonra mən elə olur ki, gedirəm, bir ofisə daxil oluram, görürəm ki, orada bir dənə professor yorulubdur, stolun üstündə başını qoyubdur, belə uzanıb deyirəm, bu nə bədbəxtdir. İndi səhnə başa çatdı. Məsələyə situativ yanaşırıq, bunu xoşbəxt hesab edirik, bunu bədbəxt və yorğun hesab edirik. Sonra səhnə bağlandı, digər səhnə göstərildi. Bu yetim dilənçinin 3 saatdan sonra 10 manatı qutardı, yenə istiraba qərq olacaq o. Bu bizim yorğun professor artıq o yorğunluğu gedəcək və ayın sonunda bir 2000 manat maaşını alacaq. Məsələn, ona görə deyirəm ki, nəticəyə köklənməliyik. Dünyaya ancaq tək dünyalı prizmadan yanaşdığınızda siz hər şeyi çox ədalətsiz görə bilərsiniz. Nəticəyə köklənin. Situativ yanaşmayın işlər şeyə. Ona görə Allah Teala Qur'an-ı Kərimdə deyir ki, hər gördüyünüz yaxşı şey özlüyündə yaxşı olmaya bilər. Hər gördüyünüz şər də şər olmaya bilər. İnsan gərək nəticəni də nəzərə almaq, daha geniş perspektivdən yanaşsın. Son olaraq, dünyada zülmün olması, şərin olması bu mahiyyət baxımından deyildir. Yəni, mahiyyətcə ayrıca bir şər varlıq, yaxud dünyanın özü şər deyildir, şər varlıq yoxdur. Bəzi inanclarda olduğu kimi, insan mahiyyətcə şər varlıq deyil. İnsanda iradə vardır, o Allahın dediyini eləyərsə, mələklər səviyyəsinə qalxa bilər, nəfsinin dediyini eləyə bilərsə, o ən eybəcər bir hala gələ bilər. Yəni, Allah insana iradə vermişdir. Bütün bunlar da ona görədir ki, imtihan adlanan bir dünyada ya özünün yaxşı olduğunu isbatlasın, ya da imtihandan kəsilsin. Həyatın mənası bunda gözəldir. Hər yerdə mükafatlandırma və cəzalandırma var. Kimsə bunun düzgün olmadığı yəni düzgün olmayan bir sistem olduğunu deməsin. Dünyanın hər yerində mükafat var, hər yerində cəza var. Yaxşılar mükafatlandıracaqsan, sistemə qarşı gələnləri, qaydalar pozanları cəzalandıracaqsan. Əks halda nihilizm olur. Belə. Sonra ben sizin dediğinizin devamı olarak bir şey diyeyim, toparlamak manasında. Bəzən bu kimi suallarımızın, tərəddüdlərimizin, şübhələrimizin təməlində ayağımızın altında sabit bir zəminin olmamasıdır. Yəni, əgər ayağımız sabit bir zəmində olsa, möhkəm bir yerə bassa, biz silkələnmədik. Yəni, əslində inancımızın, dəyərlərimizin kökünü dayandığı yerə ayağımızı möhkəm qoya bilsək, bu dediyiniz məsələləri də bu şəkildə, imtihan anlayışından bəhs etdiniz. Bu şəkildə bir çox şey sözülər və digər tərəfdən yenə Quran-ı Kərimdə buyurulur, başınıza gələn hər şey öz əlinizdə etdiklərinizdən dolayı. Yəni, bu dünya səbəb-nəticə dünyası. Hər şey bir-birinin ardınca səbəb-nəticə formasında gəlir. Bizim dünyayı dərk etməyimiz, bu səbəb-nəticələri bilərək hərəkət etməyimiz və dediyiniz səbəblərdə onlardır. Bəzən bizim Tanrıya ətf edədiyimiz o şər, zülüm əslində insanın özəliylə ortaya qoyduqları. Təşəkkür edirəm təfsilatlı izaha görə. Növbəti sualımız Müşfiq müəllim olacaq. Müşfiq müəllim, son zamanların, bəlkə də son əsrin zaman-zaman çox danışılan, müzakirə edilən, bəzən mağazinə qaçan, bəzən ciddi zəmində müzakirə olunan bir məsələdir. Bu
qadın kişi fitrəti ilə bağlı bir mövzuna edilir. Zülfiyə Vəliyevanın sualı belədir. Qadın və kişi fitrətinin son 100 ildir dəyişməsinin səbəbi inancımızın zəifləməsi ilə əlaqəlidir, yoxsa Allahın insanlığa verdiyi bir cəzadır? Bu mövzu davam edir. Yəni qadınlara döydürənə qədər deyirsən gedəcəyəm. Mən də heç cür çıxa bilmirəm mövzunun içində. Önəmli məsələdir, şübhəsiz ki, önəmli məsələdir və zamanəmizin ən problemli bir nöqtəsidir. Çox az adamda risk edir, mövzuda fikir verirsən. Niyə görə bu yaran? Fitrətimiz dəyişməyir. Fitrət heç vaxt dəyişməz. Açın, qədim dövrün dastanlarını oxuyun, Homeri oxuyun, Gilgamış dastanını oxuyun, Koroğlunu oxuyun, Dədə Qorqud'u oxuyun. İnsan fitrətində qram qədər dəyişiklik yoxdur. İnsan fitrətində dəyişiklik olsa, insanlıq öləcək. Bu düşüncəni ümumiyyətlə qərb başlayır ki, güya insanlıq dəyişir. Biz indi 21-ci əsrdə yaşayırıq. İnsan dəyişsə, ölə bilər. 100 il heç bir saniyə deyil təkamüldə. Bir saniyədə bir şey dəyişsin, öləcək. Və insanın fitrəti də, ayarları da Allah tərəfindən verilibdir. Bunu da 1000 illər bundan əvvəl müdriklər öyrəniblər, kitablara da yazıblar. Sadəcə olaraq konsepsiya dəyişikdir, həyata baxış dəyişikdir. Məsələn, əvvəl insanları biz şuurundan görürlər. Məsələn, Musa müəllim, xoş görür mövzunu. İslam şuuru biz şuurudur. Mən şuuru deyil. İndi isə mən şuurunu qabardırlar, fərdiyyətçiliyi. Mənə nə olur olsun, daha doğrusu ətrafa nə olur olsun, bir dənə mənə bir şey olmasın. Bir vaxtlar Sabir bunu lağla deyirdi ki, qoy mən sağ olun cümlə canan, batırsa batsın. İndi onu fəlsəfələşdirdilər. İnsanın içində vətən yoxdur. İnsanın qayğılarının içində qohum əqrəbası qayğıları yoxdur. İnsanın qayğılarının içində ailə yoxdur. İnsan tək özünü düşünür. Nail oldular buna. İndi qadın özünü tək düşünür. Ərindən ayrı bir şəkildə özünü anlamağa çalışan qadın gəlib bu fəlsəfəyə düşəcək, feminizmə düşəcək. Və arvadından, uşağından tək özünü dərk eləməyə çalışan kişi də üzrüstən donjuan olacaq. Öz həyatını yaşamağa çalışacaq. Atalar var ki, uşağına ayaqqabı geyindirmək üçün, dəftər kitab almaq üçün bütün gün işləyirlər. O biz şuurundan çıxış edir. Biz şuurundan çıxış eləmək bizim üçün bir sağlamlıqdır. İndi bunu ayrırlar. Qadın ayrıca fikirləşir ki, mən uşağa da baxıram, işləyirəm də, gəlirəm bir evi də təmizləyirəm, məni istismar edirlər. Marksist bir istismar aşılayıblar qadına. Qadın hər yerdə istismar görür özünə qarşı. Hər yerdə istismar görür özünə qarşı və bütün tarixi yenidən oxumağa başlayırlar. Fəlsəfə tarixində bir dənə qadın yox imiş. Yəqin bizi qoymayıblar filosof olmağa. Nə bilim, Nobel mükafatçıları arasında az imiş. Qoymayıblar bizi 200 ildir. Bütün azadlıqlar var qəbul. Nobel mükafatlarını yenə də kişilər alır. Nadir hallarda bir iki qadın ola bilir onun içində. Heç buna baxmaq istəmirlər. 100 manipulyasiyaya girirlər. Açıq tekstlə deyirəm ki, gedin şahmat federasiyalarını birləşdirin. Deyirsiniz ancaq fizik fərqdir. Gedin şahmat federasiyalarını birləşdirin. Eləmirlər. Amma gəlirlər yenə mübahisə edirlər. Çox belə həyasız dövrə gəldik, çıxdıq. İnsanlar argumentlərə boylanmaq fikrində deyirlər. Tək ki, öz ideolojilərini söylürsünlər. Qadını tək anlamaq mümkün deyil, onu ailə içində anlaya bilərsən. Kişini tək anlamaq mümkün deyil, onu ailə içində anlaya bilərsən.
Evladı tək anlamaq mümkün deyil. Onu ailə içində anlaya bilərsən. İndi evlad da valideynlərindən ayrı düşübdür. Mənə mane olurlar valideynlər. Məni yaşamağa qoymurlar, məni yaralayırlar, məni alçaldırlar, o qədər rəylər gəlir ki, mənə. Siz deyirsiniz ki, valideynlərə sahibi ilə yanaşmalısınız. Bəs pis valideynlər var, bilirəm, sizin pis valideynlər var. Və o pis valideynlər də sizin sınağınızdır. Öyrənin onun üzərindən insan olmalı. O pis valideynlə problemimizi həll edin, ona sayğı öyrədin. Ona göstərin ki, bax, mən sənə sayğı edib göstərirəm. Sən də böyükdən. Niyə ancaq elə valideyn böyütməlidir uşağı? Uşaq da valideyni böyütməlidir. Amma uşaq öz davranış çərçivəsindən kənara çıxa bilməz. Qadın öz davranış çərçivəsindən kənara çıxa bilməz. Onun yolu, yeri bir addım kişidən geridədir. Həmişə o harmoniyanı gözləməlidir. Bir addım, vals oynayanlar bilirlər ki, bunu kişi aparacaq, qadın geri çəkiləcək, kişi rəqs edəcək, qadın geri çəkiləcək. Başqa cür sən bu valsın harmoniyasını yarada bilməzsən. Rəqs mümkündür. Rəqslərə baxın, orada harmonik bir şəkildə Azərbaycan rəqsində də qadının fəlsəfəsi verilib və kişinin fəlsəfəsi. Kişi qolunu belə açır, mən səni qoruyuram deməkdir. Hamısı odur. Qadın da nazlanır. Mən də sənin ömrünün gözəlliyiyəm. Mən olmasam, sənin ömrünün gözəlliyi olur. Doğrudan gözəlliksiz kişinin həyatında nə var ki? Və müdafiə də olmasa o gözəllik nə olar ki? Görürsünüz, Allah bunu necə harmonik bir şəkildə düzəldir. İndi bunu ayırmaq istəyirsiniz. Qadını ayrıca dərk etmək mümkün deyil. Kişini ayrıca dərk etmək mümkün deyil. Bunlar bir-birinə ehtiyacı olan iki fərqli qüvvətlər. Bunları yarışa soxurlar. Mənasız bir yarışa. Mən az yaşamadım, 58 yaşımda. Mən gəncliyimdə feminist qızlar tanıyırdım. Mən neynədim ki? Yaşlandılar, oldular 50-60 yaşında. Nənələri, babaları neynirsə onu, elbisi Nobel mükafatı aldılar. Yox. Kişilərdən necə Nobel mükafatı almış. Amma o boyda hayküy qopartdılar. Öz şeylərini pozdular, hallarla. Talihlər də o hallara uyğun nizamlandı. Çünki siz nə düşünürsünüzsə, düşündüyünüzə görə həyat dizayn edir Allah sizin için. Bu bayaqki mövzu da biraz bununla bağlıdır. Ki Allah niyə bunları yaradır? Bu qanı qadanı yaradır. Sizin beyninizdəki, insanların beynindəki düşüncələri oradan gidərmək üçün Allah müvafiq səhnələr yaradır. Ki siz yanlışlarınızı anlayasınız. Onlarla görüşəsiniz, hadisə olaraq görüşəsiniz. Ona görə nə düşündüyünə diqqət edəcəksən, nə danışdığına diqqət edəcəksən və etdiyinə diqqət edəcəksən. Bunlara Zərdüşt babamız kəşf edib ki, xeyirli fikir, xeyirli söz, xeyirli əməl birliyi. Bu, səadət yolçuluğudur. Zərdüştdən bir dənə bunu bir söz soruşsaz, elə bu 3 dənə kəlməni xatırlayın. Adam deyib ki, anlayan anlayacaq bunu. Bu səadətin formuludur. Nə düşündüyünə baxacaqsan, nə dediyinə baxacaqsan, nə elədiyinə baxacaqsan. Hadisələr ona görə dizayn olacaq. İndi bu ortalıqda gəzən feministik səfsətə təzə bir gerçəklik dizayn edəcək. Mən ondan qorxuram. Ailə dağılır. Zaten ailələr dağılır. Dağılmış kimdir. Və ona görə bunun əleyhinə çıxış edirəm. Dərmansa hardadır? Dərman bizim qədim kitablarımızda. Demirəm ancaq İslamdadır. Yox. Vedalarda belə var. Konfutsiyada belə var. Budizmdə belə var. Xristiyanlıqda belə var. Yahudilikdə belə var. Hamısında da bilim-birə eynidir. Ki, qadın-kişi münasibətləri necə nizamlanmalıdır. Qadının qadın yeri var, kişinin kişi yeri var. Bunlar identik deyil, simmetrik də deyil. Həyatda hardadır simmetrik? Bir Çin prikçası danışacağım sizə kiçik. Çinlilər çox qəribə prikçə yürürlər. Bir dəfə tələbə müəllimi ilə gedir, görür ki, bir tısbağa sürünür. Deyir, tısbağaya bax, deyir. Həmişə görmüşük ki,
ət sümüyü örtər. Bu dəfə sümük əti örtüb. Müəllim çıxarır, sandalyasını qoyur spağanın üstünə. Gülməli bir şey ya. Uşaq da baxır, bir şey başa düşmür. Bir qapazdır uşağa vurur. Preçə burada bitir. Yəni, sən nə istəyirsən? Bir dəfə sümük əti örtəcək, bir dəfə də ət sümüyü örtəcək. Sənin işin dünyaya baxmaqdır. Sənin işin dünyanı öz ağlından konstruksiya eləmək deyil. Sən kimsən, Allah mısın? Bu belə olmalıdır. Qadınla kişi bərabər olmalıdır. Hər şeydə eyni olmalıdır. Amma deyil. Allah belə yaradır. Mən tarix kitablarını oxuyurdum, gəldi kişiləri qırırlar, qadınlar uşaqları əsir aparırlar. Deyirdim, kişi dünyaya gəlmək necə təhlükəliymiş. Amma bu belədir. Bütün tarix bunu sizin üzünüzə deyil. Görürsünüz ki, fərqlidir. Aqibətlər fərqlidir, həyat fərqlidir, reaksiyalar fərqlidir. Qaça bilmir qadın. Qaça bilmir. Quruluşu elədir, bədən quruluşu elədir. Və lütfən bu sistemi dəyişməyəlim deyə danışıram ki, yəni gələcək həyatımızı, gələcək nəsillərimizi təhlükəyə salmayaq. Oturaq öyrənək, qadın necə olmalıdır, kişi necə olmalıdır. Onlar deyirlər ki, yox, siz heç biriniz öyrədənməzsiniz qadın necə olmalıdır, kişi. Nə tərsliyi elə də olur. Onu da baxın necə həyat quracaqsınız. Üzr. Şükrən, bəlkə də siz bu mövzuları asanda sizə gələn tənqidlərin bir hissəsi də dediklərinizin müəyyən bir hissəsini düzgün anlamaqdan irəlidir. Dediyiniz kimi, hər bir münasibət, qadın-kişi münasibətləri fərqlidir, özünə məxsusdur, sirlidir və bir-birindən fərqlidir. Bugün dediyiniz iddiaları dilə gətirənlər istəyirlər ki, bir ünsiyyət formasını, bir münasibət formasını bütün ailələrin standart haline getirsinlər. Bəlkə də problem bundan qaynaqlanır. Biz həyat içərisində gördüyümüz fərqli yanaşmalar var. Bəzən bir qadın bir çox kişidən daha sözünün kəsəri ilə, əməli ilə, fəaliyyəti ilə önə çıxa bilir. Bəzən bir kişi, cinsi kişi olsa da çox aşağı işlərlə məşğul ola bilir. Yəni, qadınla kişi fərqlidir deyəndə bəzən biri birindən üstündür, biri birindən dəyərlidir şəklində anlaşılır. Halbuki dəyər məsələsi deyil. Bir də onu deyim, təqva məsələsi də heç deyil. Bəli. Təqvada elə qadın var ki, 1000 kişidən artıqdır. Və elə kişilər də var ki, heç bir qadın səviyyəsində deyil. Yəni, təqva məsələsində heç vaxt fərq ola bilməz. Özünü Allaha tapşırmaq, Allahdan qorxmaq məsələsində. Burada yəni həyat rollarından söz gedir. Allah insanı, qadını və kişini hansı həyat rolları üçün yaradır, dizayn edib, bədən quruluşunu belə, psixologiyasını belə, fiziologiyasını belə buna uyğun düzəldir. Psixologiya da eynidir. Bu da psixologlar. Nə qadın psixologiyası, nə kişi psixologiyası eynidir. Həyatdan gözləntiləri eynidir. Tam fərqlidir. Təfəkkür də fərqli işdir. Teşekkür edirəm. Vaxtımız biraz gedərək daralır. Ona görə suallara biraz daha sürətli cavab verməyinizi xahiş edəcəm. Sual ardıcıllığında bir şeyi atlayacağım. Rüçhan müəllim, bayaqlarım Müşfiq müəllim danışarkən mən mərkəzlilikdən danışdım. Yəni, bugün insanlığa təqdim olunan mən mərkəzli düşüncə. Yəni, dünyada mən varam, hər şey mənim ətrafımda dönür. Mənim istəklərim, mənim arzularım, mənim qərarlarım, tək mən varam. Yalnız İslam düşüncəsinə baxanda burada həm bir tərəfdən insanın ictimai həyatdakı mövqeyi, ictimai məsuliyyəti, bir də Tanrı qarşısında, Yaradan qarşısında tək olaraq cavab verəcək olurlar. Bax, bu mövzu çərçivəsində Həsənli soyadlı bir izləyicimiz sual soruşur. Özünü sevmək, özü üçün yaşamaq pis bir şeydir.
Müşfiq müəllim danışdı. Tamamilə doğru dedi. Bir cümlə deyəcəm sadəcə. Qadının mahiyyətini dəyişmək istəmək, onun rolunu da dəyişməkdir. Bugün ailələrdəki ən böyük problem ailə daxili rolların yerlərinin dəyişməsidir. Həyatda da belədir, idarədə də belədir. Müdürlə işçinin rolları dəyişdirir. Hər kəs müdürlük iddiasına çıxışır, görmüş sistem qalacaqdır. Təbiətdə də belədir. Proton, neytronlar başlayır, fırlanır nüvənin ətrafında. Dəyişməyə çalışır, sistem qalacaq. Qadınla kişi həqiqətən müşkülənmişdir, bir-birinlə harmoniya yaratmalıdır. Və o sistemi yaratmaq və rolları dəyişmək olmaz. Ancaq bəşəriyyətə, ən çox da qadınlara xoşbəxtlik gətirmir. O ki, qaldı insanın özünü sevməsinə, özü üçün çalışmasına, prinsip olaraq problem yoxdur. İnsan əlbəttə özünü sevsin. Əlbəttə özü üçün çalışsın. Amma sənin sevgin, sənin özün üçün çalışmağın, başqalarının hesabına olursa, bu problemdir. Allah insanı tək yaşamaq üçün yaratmayıb. Tək yaşayan insanları yaxşı psixologun yanına aparın, deyəcək ki, psixoloji bozuntular var. İnsan nə qədər çox ünsiyyətçildirsə, bir o qədər psixoloji cəhətdən sağlamdır. Ona görə uşaqlarınızı kiçik yaşlarından etibarən oyun həyata buraxın. Hətta ən nadir uşaqlarla belə oynasınlar. Əsla düşünməyin ki, onları tədric eləməklə hansı nadir uşaqdan qoruyacaqsınız. Bu çox bağışlanmaz səhv olardı. Uşağın şəxsiyyətinin formalaşmasına mane olursunuz. İnsan sosial varlıqdır. Sonra qısa şəkildə deyirəm ki, özünüzü sevin, özünüz üçün də çalışın. Əlbəttə olmalıdır. Bütövlükdə insan özünü unuda bilməz. Amma bütün bunlar, bir daha deyirəm ki, başqalarını sevmək, başqaları üçün çalışmaq, bax, bunu ixtisara salmamalıdır. Kimlər ki, biz ola bilirlər, onlar özünü də sevə bilirlər. Amma kimlər ki, ancaq özlərini sevirlər, başqalarını sevə bilmirlər, egoist olurlar. Və hətta onların dostluğu da, ailəyə baxışı da egoistcəsinə olur. Deyir, mənimlə gəlib dostluq edəsinlər. Görürsən, iki nəfər dostluq edir, əlbəttə dostluqda təsir edən və təsir altında qalan tərəflər var. Görürsən ki, görüşlərdə görüş lazım olandır. Özünün evinə yaxın olan yeri həmişə seçir. Egoist. Özünün rahatlığına düşür. Sizə belə dostluq davam edər. Həqiqi dostluq deyil. Dostluq fədakarlıqdır. Sən gedəcəksən, geri gələrsən onun yanına. Çünki biz olmağa bacarırıq. Ailədə də belədir. Ailədə də belədir. Ancaq mən deyən bir insan heç vaxt ailə üçün fədakarlıq göstərməz. İstər kişi olsun, istər qadın olsun. Belə. Teşekkür ederim Hüseyin abi. Müşfiq müəllim, Rahilə Orucova adlı izləyicimiz soruşur ki, sizcə inanc və mənəviyyatın zəifləməsi qloballaşmanın yoxsa fərdi seçimlərin nəticəsidir? Texnologiya və sosial media dini inancları gücləndirə bilərmi? Şübhəsiz ki, həyatımız dəyişibdir. Sürətli olub, ən pis bir şey budur. Sürətli olub, çox sıx olub, insanlar megapolislərdə yaşayırlar. Bu da həqiqi ünsiyyət defisiti yaradır. İnsan başqası ilə ünsiyyətdə olanda özünü dərk etmə imkanı qazanır. Burada isə birdən-birə çox insanlarla ünsiyyətdə olursa, özünü dərk eləmək imkanı olur. Başqası, bayaq Elisa mənim gözəl dedi, uşaqlar kimlənsə ünsiyyətdə olmalı, onun özünü dərki üçün çox önəmli bir şeydir. O, münasibətlərin güzgüsündə özünü dərk edir. İndi də biz belə bir dünyada yaşayırıq ki, həm zamanımız yoxdur ciddi bir ünsiyyətə, həm də bütün həqiqi ünsiyyəti də virtual ünsiyyətdən əvəzləmişik. Ona görə bu halda insan öz fabrik ayarlarına çox çətinliklə qayıdır. Məsələn,
qaydan olanda da ona deyirlər ki, sən keçmişin adamısan. Məsələn, mənə son vaxtlar bunu çox deyirlər, sən keçmişdən qalmışsan. Olsun. Mən biraz da keçmişdəkilər kimi yaşamağa çalışıram. Çünki bilirəm, faydalı olan mənim üçün nədir. İndi qloballaşmanın və zahiri dəyişikliklərin nəticəsidir, bəli. Amma güman eləmək ki, keçmişdə elə insanlar hamısı inanclıydılar, bu da yanlışdır. Axmaqların sayı məncə dəyişiklikdir, artmayıbdır. Elə Allahın sayıdır. Sadəcə yeni bir şəraitdir, yeni bir situasiyadır. Biz bunu arzulamışıq. Bax, yaxşı ilə fəlsəfə tarixində fikirlərin dəyişmə tarixini öyrənirlər. Fikirlər dəyişə-dəyişə biz bugünü yaratdıq. Biz bugünü arzuladıq. Allah da onu dizayn elədi bizim üçün. Alın sizə belə bir dünya. Baxın, görün, məmnunsunuz bunu. Və keçmişdə belə pis deyil. Halbuki o keçmişdə də çox maraqlı, çox önəmli, bizim üçün faydalı şeylər var. Ona görə indi bu dövrdə bir şeylərlə mümkündürmü? Çalışırıq da. Məsələn, sosial şəbəkələrdən də müraciət edirik, danışırıq, orada da bir ünsiyyət qururuq. Nə qədər mümkün olarsa. Amma bir şey bilirəm ki, birbaşa canlı ünsiyyətin əvəzi yoxdur. Birbaşa ünsiyyət insanın öz müdərkinə daha çox xidmət göstərir. Balaca məscidlərdə, balaca kilsələrdə, balaca məbədlərdə insanların toplaşıb Allah'a zikr eləməsi, müqəddəs kitablar oxuması, ürək söhbətləri eləməsi insan üçün ən faydalı olan budur. Bu qədər. Tuğsa, belə bir sual var. Fərdi adlı izləyicimiz soruşur. Quran-Kərimin bir ayəsində Həzrət Peyğəmbərin nümunə olduğundan danışılır. Bu Peyğəmbər sizin üçün örnəkdir, nümunədir. Sual belədir ki, 7-ci əsrdə yaşamış bir insan 21-ci əsrin insanlarına necə nümunə ola bilər? İnsanlığın, əxlaqın yaşı yoxdur. Əgər bir insan 10 min il əvvəl nəcib keyfiyyətləri ilə yaşayıbsa, əxlaq qocalmadığından, həmişə aktual olduğundan o, müasir dövrdə də aktualdır. Bu, xüsusən də Həzrəti Məhəmmədin Quran-ı Kərimdə göstərmədir, əxlaqda nümunə olmasından danışılır. Deyir ki, Estaizu billah fe inneke le'ala hulqin azim. Heç şübhəsiz ki, sən ən ali əxlaq üzrəsən. Əxlaqdan, ali əxlaqdan danışılır. Əxlaq köhnəlməz. 1400 il əvvəl Həzrət Məhəmmədin əxlaqa dair qoyduğu qaydalar, 2000 il əvvəl İsa Peyğəmbərin əxlaqla bağlı səsləndirdiyi tezislər, 3000 il əvvəl Musa Peyğəmbərin həyatında öz əksini tapan əxlaqi dəyərlər bugün də o Peyğəmbərləri həyatının qayəsi hesab edən inanclı şəxslərdə olduğu kimi tətbiq olunur. Çünki əxlaq, bir daha deyirəm, hər zaman insanoğlu üçün lazım olan bir şeydir. Mən onun həyatından, bizim Peyğəmbərimizin həyatından bir neçə fakt gətirəcəyəm ki, baxaq görək, həqiqətən Peyğəmbərin öz dövründə nümayiş elətdirdiyi o əxlaq norması bugün körnəlib ya yox. Onda biz biləcəyik ki, Peyğəmbəri əxlaqda nümunə götürə bilərik ya yox. Siz bilirsiniz ki, Həzrət Məhəmməd təqiblərə məruz qalırdı. Amma təsəvvür edin ki, bir tərəfdən sənin gətirdiyinlə razılaşmırlar. Digər tərəfdən əmanətlərini gətirib sənə verirlər ki, sən çox dürüst insansan. Daha sonra səni öldürmək istəyirlər. Sən xəbər tutursan ki, sənə gətirib əmanətlərini verən insanlar axşam sənin işini bitirəcəklər. Və onların o məkrindən, o hiləsindən xilas olmaq üçün plan hazırlayıb gecə gizlincə çıxmaq haqqında fikirləşirsən. Amma bu vaxt unutmadığın bir şey var. Öz qardaşının oğlunu orada saxlayırsan.
saxlayırsan, deyirsən ki, o qatillərin, məni öldürəcək insanların əmanətlərini onlara çatdır. Nə qədər ali bir davranışdır. Kim eləyər? Mən eləyərdim. Yəni, məni öldürmək istəyirlər, mən aparacam özümə. Amma o eləmədi. Yəni, mən sırf ağıldan düşünsəm, aparmışdım var. Amma bugün onu Həzrət Peyğəmbəri mən özümə ideal seçilimsə, o bu məsələdə mənə nümunədir. Yəni, indi gəlin sual verin, əmanətə sahib çıxmaq, əmanət sevərlik köhnəlmiş bir istirmi, köhnəlmiş bir normadır. Bugün daha çox o əmanət sevərliyə ehtiyacımız var. Bu birinci misaldır. İkinci bir misal, sadəlik. Həzrət Məhəmməd çox məşğul insan idi. Heç kimə verilməyən bir vəzifə ona verilmişdir. İnsan düşünməklə, çalışmaqla o vəzifəni əldə edə bilməz. Peyğəmbərlik. Bizə biraz vəzifə verən kimi salamımızın tonu dəyişilir. Müdafiə edirik, sabah özümüzü artıq başqalarının yanında təşəkkür satmağa çalışırıq. Özümüzü dağıtırıq. Həzrət Məhəmmədə heç kimə verilməyən ali bir status verilir. Peyğəmbərlik. Baxaq görə necə bir sadə Peyğəmbərdir. Sadə birisidir. Deməli, Peyğəmbərin həyatını oxuyanlar bilirdilər ki, onun yanına tez-tez müxtəlif yerlərdən, xüsusən səhralardan bədəvlər gəlirdilər. İçəriyə girirdilər, tanıya bilmirdilər. Deyirlər, hansınız Məhəmmədsiz? Bu bizə hansı ipucunu verir? Deməli, bu adamın özünü fərqləndirən bir geyimi olmayıb. Oturuş tərzi olmayıb, taxtı olmayıb. Məsələn, bu zaldan içəri girənlər dərhal müəyyənləşdirirlər ki, çıxış edənlər kimlərdir? Burada oturmuşuq və s. Sonra, deyin görüm, sadəlik köhnəlmiş bir duyğudur. Bugün vəzifə sahiblərdə daha çox lazımdır o sadəlik. Ki, kütlələrdən özlərini ayırmasınlar, xalqdan özünü ayırmasınlar. Onlara daha çox lazımdır və daha aktual sadəlik. Daha sonra yenə bir yerə səfərə gedirlər. Yemək vaxtı gəlib çatanda hərə bir işlə məşğul olur. Həzrət Məhəmməd Peyğəmbərdir, ona işinə tapşırır. Deyir ki, mən də odun yığacağam. Nə illah edirlərsə gedir odun yığır gətirir. Görürsünüz sadəlik. Bax, bu sadəlikdir. Daha sonra Həzrət Peyğəmbərdə bir qədir bilənlik vardır. Bir misal getirəcək. Deməli, onun məscidində, məscidin təmizliyi ilə məşğul olan bir zərcik qadın vardı, səhabələr danışır. Bir Peyğəmbər həmişə gələndə onunla da salamlaşırdı, keçirdi, bizimlə danışırdı, namaz qılırdı, işlər danışırdı və s. Bir gün deyir, o qadın deyir, vəfat elədi deyir, biz deyir, onu dəfn elədik, namazını qıldıq, cənazə namazını. Həmin vaxt deyir, Peyğəmbər səfərdə idi. Sonra deyir, qaydanda, səfərdən qayıdır, iş güc çoxdur, hər kəsin qabağına qaçır, dökülür işlər, onları həll eləməlidir. İçəri yerində deyir, qadına görmədi. Hürmətçi qadın da onu soruşdu. Hayat oldu. Dedilər, vəfat edib. Getdi qəbrin üstünə, özü də namaz qıldı. Tarixən İslam alimləri vəfat etmiş şəxsə sonradan cənazə namazının qılınması hökmünü bu hadisədən çıxarırlar. Amma unutduqları bir şey var. Burada təkcə hüquq yoxdur. Burada dəyər var, insana verilən dəyər var. Həqiqətən diqqətli bir Peyğəmbərin şahidliyiz. Və vəzifə sahibləri daha çox diqqətli olmalı deyildirlər. Özlərindən aşağıca vəzifədə aşağıda olanlara, pul, maddi cəhətdən aşağı olanlara. Çünki bu ancaq insana sevgi qazandırır. Bir dənə də misal deyim, icazənizlə. Onunla da məsələ bitsin. Peyğəmbər düşüncəsindən asılı olmayaraq, kiminsə evinə vay gələrdisə, kimsə bir müsibətə tuş gələrdisə, onun yanında olurdu, ona ürəyi ağrıyordu. Fərqi yoxdur, adamla fikirləri üst-üstə düşür ya düşür. Səhabələr danışır ki, bir dəfədir Mədinədə küçədə oturmuşdu,
Bir deyib cənazə qılırdılar. Peyğəmbər ayağa qalxdı. Biz dedik ki, Allah Rəsulü, bu filan Yahudi qəbiləsindən filan Yahudinin cənazəsidir. Yəni demək istəyir ki, niyə ayağa qalxırsan? Dedi ki, əleysə nəfsən insan deyil. Baxın, biz bugün düşüncələrimizin fərqlənməsinə, görüşlərimizin fərqlənməsinə baxmayaraq, insanlara insan kimi yanaşmalı öyrənmədik. Peyğəmbər bizə bütün bunları öyrənir. Əlbəttə ki, onun həyatından çoxlu misallar gətirmək mümkündür. İnandırım ki, onun həyatını oxuyun, görəcəksiniz ki, onun gətirdikləri nəinki 21-ci əsr üçün bəşəriyyət durduqca həmişə aktual olaraq qalacaqdır. Teşekkür ederim əziz dostlar, hörmətli müəllimlər. Suallar çoxdur, vaxtımız məhduddur. Qısa mı verək cavab? Düzdür. Artıq qısa vermək lüksümüzü də geridə qoydu. Çox təşəkkür edirəm suallarımıza ətraflı cavab verdiyiniz üçün. Adətən mən bu kimi mühazirələrin sonunda bunları xülasə edib, auditoriyanın yaddaşında qalan bunu bir cümlə halında xülasə edilməsini istəyirəm. Ona görə sizdən xahiş edəcəm hər birinizdən. Bugünkü çıxışlarınızdan onları xülasə edərək elə bir cümlə deyin ki, bu cümləni sadəcə burada oturan izləyicilər götürsələr onlara bəs eləsin. Bircə cümlə. Bunu da tamamlayasın. Həqiqətin iffətini qoruyun. O cümlədən də burada deyirlər ki, kəşk belə çox olaydı, çox danışıydı. Biz də dinləyərdik. Yox. Həmişə qavrayışınızı da nəzərə alın. İnsan bir saat yarımdan sonra yorulur. Özündən asılı olaraq qavrayışı yorulur. Həqiqəti həmişə doymamış hisslə tərk edin ki, o iffəti, gözəlliyi qalsın həmişə içinizdə. Bu da bir ayrı bir həqiqət gigiyenası deyək. Gigiyenasıdır. Mən heç vaxt bir söhbəti saat yarımdan mən uzatmıram bu səbəbdən. Ki, özüm də tam arzu qalın o həqiqətə, dinləyəndə də tam arzu qalsın. Onda o həqiqət iş görəcək sonra sizin içinizdə. Həqiqətdən yorulmaq olmaz, amma icazə verməyin ki, həqiqətdən yorğun halda düşəsiniz. Allah həyatın düsturunu bir cümlə ilə ifadə edir. Məndən çıxmısınız, mənim üçün yaşayın və mənə qayıdın. Allah həyatınızda öldürmüyor. Yoxsa ondan kimi olacaqsınız. Bir Quran ayəsində buyurur ki, Yüce Allah'ın insanlara və inananlara belə bir buyruğu var. Aranızdan xeyrə çağıran, yaxşılığa əmr edən, pisliklərdən çəkindirən bir qrup olsun, bir dəstə olsun. Bütün insanlar bu işlə məşğul olmayacaq, insanların tamamı, kütlələr bu işlə məşğul olmayacaq. Amma həqiqətə könül verən, həqiqəti sevən, yaxşılığın ardınca gedən, yaxşılığın yayılmasını arzu edən, istəyən, ona əli ilə, dili ilə, bunu da bacarmasa, könlü ilə, qəlbi ilə meyl edən insanlar olsun aranızda, bir qrup da olsa, onların sayının az olması, çox olması əhəmiyyətlidir. Mən inanıram ki, bugün burada olanlar həqiqətən yaxşılığa axtaran, yaxşılığa meyil verən, könül verən insanlardır. Hər birinizə çox-çox təşəkkür edirəm. Bugününüzü ayırıb, bu saatlarınızı ayırıb, səbirlə bizi dinlədiyiniz üçün, gəldiyiniz üçün hər birinizə minnətdarım. Təşəkkür ederim. Sonra tədbirimiz başa çatır. Tədbirdə əməyi keçən hər kəsə, aydınlığa doğru ictimai birliyinə, burada əziyyət çəkən bizim dostlarımız var, səhnə arxasında sabahdan bəri və günlərdir qaçan o tərəfə, bu tərəfə, bu işin təşkilatçılığı ilə məşğul olan dostlarımız var. Onlara da hər birinə təşəkkür ederim.